Məqsəd odur ki, yəqin bir təhər yolunu taparsınız. Sadiq bəyə təşəkkür edirəm bizim təklifimizə, Bakıda konferans keçirib vahid platforma hazırlamaq cəhdimizə dəstək verdiyi üçün və Əhməd bəyə də təşəkkür edirəm. Çox maraqlı fikirlər səsləndirdiyi üçün, yanaşmalar təklif elədiyi üçün. Əslində qalsa, diqqətli yanaşsaq, eyni sözləri deyirik, eyni məsələləri deyirik. Və mən əminəm ki, Bakıda bir konferans keçirilsə, Əhməd bəy də, sizlər də dəvət olunsa, hamınız məmnuniyyətlə gəlib bu konferansda iştirak edəcəksiniz. Və orada da əsas yeri təbii ki, istiqlalçılar tutacaqlar. Ehtiyatlı mövqe tutan müəyyən ziyalılar, müəyyən aydınlar da sözlərin demək imkanına malik olmalıdırlar. Amma nəzərə alın ki, orada sizlərin Müsavat Partiyası kimi bir dəstəyiniz var. Sizə tam şəkildə dəstək verəcək bir partiya var, qüvvə var. Üstəlik də ki, hakimiyyət orada iştirak edəcəksə, hakimiyyətin ağırlığı ortada olacaqsa, o konferansın verəcəyi mesajlar, o konferansda qəbul edilən platforma doğrudan da çox önəmli bir sənədə çevrilir. Təxminən o Türkiyənin bir milli misak deyilən bir sənədi var, bilirsiniz. O tipli bir sənədə çevrilə bilər. Bakı konferansı, Bakı deklarasiyası. Ona görə də o istiqamətdə məncə düşünmək, səylərimizi davam etdirmək lazımdır. Mən yenə də deyirəm, bilirəm ki, bugünə qədər çox cəhdlər olub, çox təşəbbüslər olub. Amerika Birləşmiş Ştatlarında da, Avropada da, Bakının özündə də, Türkiyədə də bir çox toplantılar keçirilib, bir araya gəlmək üçün cəhdlər göstərilib. Siz bunun davamlı olmaması, bizim arzuladığımız nəticələrə gətirib çıxarmamasının bir sıra səbəbləri var. Onlardan bir ikisini mən xatırlatmaq istəyirəm. Səbəblərdən biri yenə də odur ki, işin başında hakimiyyət dayanmalıdır. Mən bununla qətiyyən məsuliyyəti hakimiyyətin boynuna qoymaq fikrində deyiləm. Sadəcə bir az-çox bu məsələlərdən baş çıxan tarixçi kimi, az-çox baş çıxan siyasətçi kimi fikrimi bildirirəm ki, dövlətin rəhbərliyi, dövlətin hakimiyyəti hansısa məsələdə təşəbbüsü ələ alırsa, onun gerçəkləşmə ehtimalı qat-qat yüksək səviyyədə olur. İkinci bir məsələ, Əhməd bəy haqlı olaraq dedi ki, dəfələrlə bir araya gəlmişik, təəssüf ki, sonra bunu birliyi davam etdirmək, dərinləşdirmək mümkün olmuyor. Mən sizə çox sadə bir fikrimi söyləyəcəm. Bunu tez-tez söyləyirəm, əslində qalsa. Adətən deyirlər ki, bizə də deyirlər. Müxalifət bir araya gəlsə, problemləri həll eləmək mümkün olar. Xalq ayağa qalxar, xalq hərəkət eləyər. Və indi bu situasiyada deyilir ki, Güney Azərbaycan, Quzey Azərbaycan, ictimai siyasi xadimləri, tanınmış simaları bir araya gəlsələr, xalq da ayağa qalxar, yaxud xalq da daha ürəkli hərəkət eləyər. Bu öz-özlüyündə düzgün fikirdir. Mən sizə məsələnin başqa tərəfini deyirəm ki, məqamı gələndə müxalifət də birləşəcək, güneyli, quzeyli, ictimai siyasi xadimlər də bir araya gələcəklər. Diqqət eləyin. Bizlər bir araya gələndə məsələlər əla olmayacaq. Məsələlər tərpənişə başlayanda, proses tərpənməyə başlayanda, cəmiyyət fəallaşmağa başlayanda, beynəlxalq mühit o təşəbbüslərin, o istiqamətli addımların reallığına şərait yaradanda istəyirsiniz belə deyim ki, müxalifətin, ictimai siyasi xadimlərin, siyasətçilərin bir araya gəlməsindən başqa fürsəti olmayacaq, imkanı olmayacaq. O situasiyada bir araya gəlməyən, birləşməyən, birliyə əngəl olan şəxslər süpürülüb atılacaqlar kənara. Kim millət üçün hərəkətləməyə hazır olacaqsa, kim xalq üçün, millət üçün öz iddialarından geri durub, özündən daha güclü bir şəxsə, özündən daha güclü bir siyasi qüvvəyə, özündən daha uğurlu, cəmiyyət tərəfindən daha çox qəbul edilən bir siyasətçiyə dəstək verəcəksə, o da daha çox uğur qazanacaq. İddiaları, yersiz rəqabətləri, söz güləşdirmələri bir kənara qoyub, bizi birləşdirən cəhətləri, bizi birləşdirən hədəfləri və bizi birləşdirən situasiyaları, imkanları dəyərləndirib hərəkət etmək lazımdır. Bugün İranda hakimiyyət, rejim interneti məhdudlaşdırmaqla cəmiyyətin xəbər almaq imkanlarını məhdudlaşdırıb, çox ciddi şəkildə məhdudlaşdırıb. Düzdür, insanlarımız da yolunu tapırlar, VPN-lərlə və s. ilə qulaq asırlar, dinləyirlər. Ona görə inanıram ki, bugünkü bizim söhbətimiz də
təkcə quzeydə deyil, güneydə də izlənəcək və bu söhbətləri izləyən dostlarımız, soydaşlarımız, qardaş və bacılarımız da hansısa faydalı fikirlər, ideyalar tapacaqlar, daha ürəkli, daha rahat şəkildə fəaliyyət göstərməyə əlavə elə bir ki, təkan almış olacaqlar bu söhbətlərdən. Ona görə də mən bir daha Əhməd bəyə bu televizyonu qurduğu və bu imkanları yaratdığı üçün, bugün də bizi bir araya gətirdiyi üçün təşəkkür edirəm. Sizlərə uğurlar arzulayıram. Bu günlər Bakıda faktiki tətil günləridir. Ayın 31-nə qədər, martın 31-nə qədər həm Ramazan bayramının, həm Novruz bayramının dalğaları davam eləyir. Hələ insanlar bir-birini təbrik eləməkdə davam eləyirlər. Mən də ona görə də bir daha sizləri və bütün xalqımızı, soydaşlarımızı Ramazan və Novruz bayramları münasibətindən təbrik edirəm. Arzu edirəm ki, xeyirli uğurlu olsun. Təşəkkür edirəm. Təşəkkür edirəm. Minnətdarım. Şöhrət bəy, icazənizlə mən bir məsələ artırım. Bizim televizyon bəlkə İsa bəy xəbərsiz qalıbdır. Bizim televizyon heç bir zaman peykdən kəsilməyib. Peykdən yayılır, güneydən hamı baxır, ondan nigaran olmayın. Dediyiniz kimi. Əhməd bəy, düz istəyirəm, sözünü kəsməli oldum. Mən bilirəm ki, sizin televizyon peyklə yayılır. Mən rejimi dedim ki, internet imkanlarını məhdudlaşdırmaqla, müxtəlif üsullarla insanların informasiya çıxışlarını məhdudlaşdırıb söhbət ondan gedirdi. Buyurun. Bəli, oldu, bağışlayın, onda mən yalnız. Və eyni zamanda Sadıq bəy bizə gec qoşuldu. Yəni, günah bizdə oldu müəyyən qədər də bağışlasın. Əgər mümkün olsa Sadıq bəyə son sözü verək. Buyur Sadıq bəy. Sadıq bəy, bəyə bir təklif irəli sürdü Milli Hərəkatına. Elə onun müzakirəsini alsaq bir saatda gedəcək. Buyur Sadıq bəy. Onu bilirəm, o məsələlər ancaq ayrıca da indi burada televizyonda biz danışırıq, o deyil, başlıqları danışaq, o işin dərinliyinə də çox da getmək olmur, yəni bilirsiniz, dost var, düşman var, amma hər halda mən hesab edirəm ki, yaxşı söhbətlər oldu. Bu kimi, bu tipdə söhbətlər, mən hər zaman belə bir arzuda olmuşam ki, Güney Azərbaycanlıları, Güney Azərbaycanda yaşayan Azərbaycan türklərini, yəni onlara o mənəvi dəstəyə, onlara o hörmətə, ehtirama çox ehtiyacları. Və bu özü elə birinci mərhələdə mən hesab edirəm ki, çox əhəmiyyətlidir və mən düşünürəm ki, Kuzey Azərbaycanın mediasının yanaşması, insanların yanaşması çox önəmlidir. Çünki biz Güneydən, mən Güneylərin o duyğusunu həm də çatdırmağa çalışıram ki, o daha çox duyğusal bağlarla Kuzeyi özünə bir qurtarıcı görür. Yəni, o mənada hesab edirəm ki, nə qədər çox diqqət ayrılırsa, bir o qədər faydalı olacaq. Hər halda çox müsbət söhbətlər oldu. Sonra yenə də danışarıq. Təşəkkürlər. Təşəkkür edirəm. Əhməd bəy, mən İsa bəy, həm də bizim mövqü verilişində sizdən oğruyuram, həmişə orada çıxarıram tez-tez. Sabah da yenə çıxacaq. Təşəkkür edirəm. İsa bəy, təşəkkür edirəm. Maraqlı fikirlər, maraqlı açıqlamalarınız oldu. Əhməd bəy, təşəkkür edirəm. Sadıq bəy, təşəkkür edirəm. Bu tip müzakirələr əslində cəmiyyətdə fikir aydınlığına gətirib çıxarır. Və İsa bəy deyəndə ki, fikir müxtəlifliyi var, təzadlar var. Əslində mən uzun müddətdir bu Güney Azərbaycanla bağlı işləyirəm. Bu jurnalist kimi müzakirələrdə çox iştirak edirəm. Fikir ayrılığı var İsa bəy. O ortaq mərkəzin tapılması lazımdır. Əhməd bəy o fikir ayrılığının bir səbəbini dedi. Kompleks var. Güneyin bizdə Sovetlərdən qalma bir kompleks var idi. Onu təmizlədik, bir təhər çıxartdıq. Güneydə də bu fars olumuzun bir kompleks qalıb, onu çıxartmaq lazımdır. O cümlədən bəzi fikirlər var ki, ortaq məxrəcdə ideyaların ortaya gəlməsinə, ortaya çıxmasına köməli edir. Təşəkkür edirəm, maraqlı müzakirə oldu. Bu da mən ürəyimdən gələn bir fikir idi dedim və bununla da yekunlaşdıraq verilişimizi. Hörmətli tamaşaçılar, xatırladım ki, studiyanın qonaqları Azərbaycan Respublikası Müsavat Partiyasının başqanı İsa Qəmbər, Güney Azərbaycan Televiziyasının təsisçisi və siyasətçi Əhməd bəy Obalı, siyasi şərhçi, milli fəal Sadıq İsa bəyli idi. Xatırladım ki, verilişimiz YouTube kanalından da yayımlanır. Baxın, bəyənin, dost tanışa göndərin, daha çox soydaşımız görsün. Sağ olun.